Multikultural və tolerantlıq ənənələrinin yaşadıldığı bölgələrimizdən biri də mədəni müxtəlifliyi ilə seçilən Zaqataladır. Burada tarixdən gələn el mərasimləri və bayramlar bu gün də qorunub saxlanılır. Belə mərasimlərdən biri də Qorqud bayramıdır. Rayonun Qanıq çayı vadisində yerləşən kəndlərdə bu qədim mərasim bu gün də qeyd olunur. Yengiyan kəndində sakinlər həyət bacada səliqə-səhman yaradır, təmizlik və abadlıq işləri görürlər. Qonşu həyətlərdən birində ocaq qalanır, digərində isə yemək hazırlanır. Bu həyətlərdən birində qədim el yeməyi olan qorqud bişirilir. Kənd sakini folklorşünas Xuraman Şabanova Yengiyan kəndinin tarixinin qədimə söykəndiyini, bu insanların yaşam tərzinin əkinçilik və maldarlıq olduğunu, keçmiş ənənələri də günümüzə kimi qoruduqlarını deyir. İnsanların xeyirdə, şərdə, bir-birlərinə dəstək, arxa durmaları, bütün bu adətləri dərk etdikcə, yaşadıkça hiss eləyirsən ki, bu yerlərin cəmaatı Dədə Qorqud nəslinin yadigarları və varisləridir. Bu adətlərdən, yaşadılan ənənələrdən biri də mövsüm və mərasimlərdə qorqud adlı məhsul yeməyinin bişirilməsidir. Qorqud sözünün etimologiyasına nəzər saldıqda, qor ocaq, qot isə şənlik deməkdir. Buradan belə anlama gəlir ki, Yengiyan kəndinin cəmaatı demək istəyir ki, hər kəsin ocağı yanar olsun, hər kəsin məhsulu bol olsun və hər kəsin evində şənlik üçün ocaq qalansın. Keçmişdən günümüzə miras qalan ən gözəl ənənələrdən biri də qorqud yeməyi hazırlandıqdan sonra ev sahibinin onu kəndin ahılları, yaşlıları, xəstələri və imkansızları ilə bölüşməsidir. Bu adət insanlarla ruzini paylaşmaq, həmrəyliyi gücləndirmək və böyüklərə ehtiram göstərmək anlamı daşıyır.